xoş gördük hər birinizi. Bugün Dövlət İmtahan Mərkəzinin test toplusunun sonuncu mövzusuna izahına baxırıq. Mövzumuz olacaq Azərbaycan mədəniyyəti. İlk sualımız: Marağa Rəsədxanası inşa olunmuşdu. Marağa Rəsədxanası Elxanilərin dövründə Hülakü xanın əmri Nəsrəddin Tusinin rəhbərliyi ilə 1259-cu ildə inşasına başlanılır, 1271-ci ildə bitir. Sacillərin dövrü deyil, intibah mədəniyyətinə aid deyil. İntibah mədəniyyəti 11-12-ci əsrlərdir. Elxanilərin dövründə, bəli, Hülakü hökmdarı Qazan xanın əmri ilə yox, Hülakü xanın əmri ilə 12-ci əsrin sonu deyil, 13-cü əsrin ortalarından başlayaraq. Təbrizdə Göy məscid inşa olunmuşdu 1465-ci ildə və Qaraqoyunlu Cahanşahın dövründə. Baharlı Cahanşahın dövründə A variantı, Səfəvi deyil, Bayandurlu deyil, Rəvvadi deyil, 15-ci əsrin birinci yarısı deyil, ikinci yarısındadır. Əcəmi Əbbəkiroğlu tərəfindən inşa olunmuş memarlıq abidəsi. Təbrizdə Göy məscid bu Qaraqoyunlulara aiddir. Əcəmi Əbbəkiroğlu tərəfindən salınan memarlıq abidələri Eldənizlər dövlətinə aiddir. Bakıda Qız qalası aid deyil. Bakıda Qız qalası Məsud Davudoğlu tərəfindən salınıb. Araz çayı üzərində Xudafərin körpüsü Əcəmiyə aid deyil. Naxçıvanda Yusif İbn Küseyir türbəsi, Bərdə türbəsi Elxanilərin dövründədir. Azərbaycanda 1865-ci və 1873-cü illərə uyğun gələn mühüm tarixi hadisələr. Əkinçi qəzeti nəşr olunub 1875-dən nəşr olunmağa başlayıb. İlk qiraətxanamız olacaq 1894. Uyğun gəlmədi. Milli Teatrın əsasının qoyulması 1873-dür. İlk milli opera 1908-dir. Cənubi Qafqaz müəllimlər seminariyasının Azərbaycan şöbəsi 1879-da fəaliyyətə başlayır. İlk teatr binası deyirsə 83-dür. Şuşada ilk qəza məktəbinin açılması 1830-dur. Molla Nəsrəddin jurnalı 1906-cı ildə nəşr olunmağa başlayıb. Gimnaziya tipli ilk rus dilli orta məktəb 1865-dir. Milli Teatrın əsasının qoyulması 1873. Y variantı doğru cavabdır. Azərbaycanda 1875-83-cü illərə uyğun gələn hadisə. İlk gimnaziyasının əsasının qoyulması 1865-dir. İlk gimnaziya, Milli Teatrın əsasının qoyulması, bu da 1873-dür. Milli Teatrın əsasının qoyulması 1873, ilk manufaktura 1827, Milli Mətbuatın əsasının qoyulması 1875, Bakıda ilk teatr binası 1883-dür bina. C uyğundur. İrəvanda müəllimlər seminariyası 81-dir. Kəşkül 1883, ilk qəza məktəbi 1830, qiraətxana 1894. 6. Bakıda Qız qalası, Naxçıvanda Möminə xatun türbəsi. 12-ci əsrin memarlıq abidəsidir və hər ikisi intibah dövrünə aiddir. Əcəmi Əbbəkiroğlu tərəfindən salınan Möminə xatundur. Şirvan memarlığına aid olan Qız qalasıdır. Müdafiə məqsədilə tikilən Qız qalasıdır. Alban memarlıq üslubunda bunların heç biri salınmayıb. Alban memarlığına aid deyil. 7. Bakıdakı Qız qalası və Şamaxı yaxınlığında Gülüstan qalasının tarixinə aid oxşarlıq. Hülakülərin dövrünə aid deyil. Qız qalası Şirvanşahların, Gülüstan qalası da Şirvanşahların dövrüdür. Salarilərə aid deyil, Şirvanşahlara aiddir. Əcəmi Əbbəkiroğlu tərəfindən inşa olunmayıb. 12-ci əsrin memarlıq abidəsidir hər ikisi. Şəmsəddin Eldənizin göstərişi ilə tikilmiş memarlıq abidəsidir. Yox, Eldənizlər dövlətinə aid deyil. Bu memarlıq abidələri Şirvanşahlar dövlətinə aiddir. Bərdə türbəsi Naxçıvanda Gülüstan türbəsinin oxşarlığı. Eldənizlərin dövründə deyil, Hülakülərin dövründədir. Müdafiə xarakterli deyil. Hülakülərin hakimiyyəti dövründədir. Erkin orta əsrlər dövrünə düşmür. 13-14-cü əsr memarlıq abidələridir. Erkin orta əsrlər 3-11-ci əsrləri əhatə edir. Məsud Davudoğlu tərəfindən salınmayıb. Naxçıvanın Qarabağlar kəndindən başlayaq. Bir də Gülüstan türbəsi. Hər ikisi yenə Hülakülərin dövrünün 13-14-cü əsr memarlıq abidələridir. Atabeylərə aid deyil, 12-ci əsr deyil, 13-14-dür. C variantı 15 deyil, 13-14-dür. Əcəmi Əbbəkiroğlu tərəfindən salınmayıb. Mahmudabad Sultaniyə şəhərlərinin tarixinə aid oxşarlıq. Atabeylərin dövründə deyil, Hülakülərin dövründədir. Monqolların birinci yürüşü zamanı yox idi bu şəhərlər, ona görə yanlışdır. 13-14-cü əsrlərdə inşa olunmaları bəli, C variantı doğru cavabdır. 15-ci əsrdə inşa olunmaları yox, Mahmudabadda Sultaniyyədə 13-cü əsrdədir. 13-cü sonlarında Əcəmi Əbbəkiroğlu tərəfindən inşa olunması yanlışdır.
Naxçıvanda Gülüstan və Sultaniyyəti Olcayt Xudabədin türbələrinin oxşarlığı. Hülakülərin hakimiyyət dövrü memarlıq abidələrdir. 13-14-cü əsrlər. İntibah mədəniyyətinə aid deyil. İntibah mədəniyyəti 11-12-ci əsrlərdir. Eldənizlərə aid deyil, Hülakülərə aiddir. 13-cü əsrdə inşa olunan Gülüstandır. Yəni Gülüstan türbəsidir. Sultaniyyəti Olcayt Xudabəndə türbəsi 14-cü əsrin əvvəlləridir. Məsud Davudoğlu tərəfindən inşa olunan Qız qalasıdır. Şeyx Cüneyd məqbərəsi Bakının şərq darvazalarının oxşarlığı. Memar Əcəmi tərəfindən salınmayıb, yox. Toxtamışın yürüşləri zamanı dağıdılmışdı. Toxtamışın yürüşləri zamanı bu memarlıq abidələri yox idi. Çünki 16-cı əsrdə salınıb, Toxtamış 14-cü əsrdə gəlib. 16-cı əsrə aiddir. Müdafiə xarakteri deyirlər. Şirvanşah 2-ci Xəllahın əmri ilə inşa olunmaları yoxdur. İki memarlıq abidəsinin hər ikisi Səfəvilər dövlətinə aiddir. Həsən bəy Rumlu və İskəndər bəy Münşinin oxşarlığı. 16-cı əsrin görkəmli memar deyirlər, tarixçidirlər. Səfəvi dövlətinin tarixinə aid əsərləri var, bəli. Hülakülər dövlətinə aid deyil bu tarixçilər, yəni Hülakülər dövlətinə dair əsərləri yoxdur. Yaşadıkları dövrün görkəmli filosof deyirlər, tarixçidirlər. Əmir Teymurun Azərbaycanın yürüşlərinə dair əsərlər yazmaları yazmayıblar. Doğru cavab 13-də B variantı. 14. Nəsrəddin Tusi və Fazil Fəriyəddin Şirvaninin fəaliyyətlərinə aid oxşar cəhət. Astronomiya elminin inkişafında böyük xidmətləri olmuşdu. Hər ikisinin ortaq cəhətidir. Biri 13-cü əsr, biri də 12-ci əsr. 14-cü əsrin görkəmli astronomlar olmaları yox, 13-12-ci əsrlərdir. Hülakülər dövlətinin tarixinə aid tarixi dair əsərlər yoxdur. Marağ rəsədxanasında fəaliyyət göstərmələri Nəsrəddin Tusidir. Toxtamışın Azərbaycan yürüşlərinə aid əsərləri yoxdur. Yanlışdır. Üstündə latın dilində yazılan daş kitabənin tapıldığı bölgəni müəyyən edirik. Latın dilində daş kitabə Qobustandır, Alban tarixinə aiddir. Və bu da yerləşir 4-də. B variantı. Hülakü xanın məsləhətçisi Abaqa xanın vəziri olmuş Azərbaycan alimi. Asan sualdır. Bunu hər kəs bilir ki, Nəsrəddin Tusidir. Elxanilər dövlətində baş vəzir olub. Görkəmli Azərbaycan tarixçisidir. Baş vəzirdir, eyni zamanda tarixçidirsə, bu da olacaq Fəzullah Rəşidəddin. Xacə Nizami Mülk deyil, Tahir Vahid deyil. Səbəblərin dövrüdür. Həsən bəy Rumlu da eyni zamanda. Həmdullah Qəzvini də deyil, Fəzullah Rəşidəddindir. Azərbaycanın intibah dövrü memarlıq abidələrinin sırasına daxildir. İntibah dövrü 11-12-ci əsrlərdir. İrəvanda Göy məscid 18-ci əsrdə çıxıram bunu. 85-15-ci əsrdə çıxdım. Təbrizdə Göy məscid 15, Şirvanşahlar 15, Qız qalasıdır. Yusif ibn Güseyir və Möminə xatun memarlıq abidələrinin tarixinə aid oxşarlıq. Əməvlərin dövründə inşa olunmayıblar, müdafiə məqsədilə inşa olunmayıblar. 12-ci əsrə aiddir, bəli, intibah dövrünə aiddir. 15-ci əsr deyil, 12-dir. Elxanilərin dövrünə aid deyil, Eldənizlərin dövrünə aiddir. Naxçıvanda Cümə məscidi Qoşa minarə. Atabeylərin hakimiyyət dövründə inşa olunub, 11 deyil, 12-dir. Məsud Davudoğlu yox, Əcəmi Əbbəkiroğlu tərəfindən salınıb. Hülakülər yox, Eldənizlərə aiddir. 13-14-cü əsr memarlıq abidələri deyil, 12-ci əsrdə. Qoşa minarə Yusif ibn Güseyir 9-10 deyil, 12-ci əsrdə, 11-i çıxıram. İbrahim Osmanoğlu deyil, Əcəmi Əbbəkiroğludur. Hülakülər deyil, Eldənizlərdir. Atabeylərin hakimiyyət dövründə inşa olunub, bəli, Y variantı. Erkin orta əsrlərə aid olan Alban memarlıq abidəsi. Əlincə qalası Alban memarlıq deyil, Ağoğlan məbədi deyil, Alban memarlıq abidəsidir. Erkin orta əsrlərə də aiddir. Gülüstan qalası Şirvanşahlara aiddir. Gülüstan türbəsi Hülakülərin dövründədir. Sündü məscidi də Şirvanşahların dövrünə aiddir. Erkin orta əsr Alban memarlıq abidəsi Ağoğlan məbədidir. Erkin orta əsrlər dövrünə aid Alban memarlıq abidəsi yenə də Gülüstan türbəsi Hülakülərin dövründədir. Əlincə çayxanagahı 12-13-cü əsrlərdir. Bunu da çıxıram. Erkin orta əsrlər 3-11-ci əsrləri əhatə edir. Gövurqala bəli, Alban memarlıq abidəsidir. Olcayt Xudabəndə Hülakülərin dövrüdür. Ramana qalası da 13-14-cü əsr Hülakülərin dövrünün, daha doğrusu üzr istəyirəm, Ramana qalası Şirvanşahlara aiddir. Amma 13-14-cü əsrin memarlıq abidəsidir. Daha əvvəl inşa olunmuş memarlıq abidəsi. Şeyx Cüneyd 16-cı əsr, Xudafərin 11, Şəki-xan sarayı 18, Şuşa 18, Şirvanşahlar olacaq 15. Daha əvvəl olacaq Xudafərin. Yenə daha əvvəl Şirvanşahlar 15, Şeyx Cüneyd 16, Şəki-xan sarayı 18, Şuşa olacaq 18, Əlincə qalası 9. Daha əvvəl Əlincə qalası. 12-ci əsrdə inşa olunmuş Gülüstan qalasının yerləşdiyi ərazi, qala yerləşir Şamaxıda, türbə yazsaydı Naxçıvanı götürərdim.
Əsrdə inşa olunmuş Darülmülk memarlıq abidəsinin yerləşdiyi ərazi Darülmülk yerləşir. Naxçıvanda 2 B variantı. 13-14-cü əsrlərdə inşa olunmuş Gülüstan türbəsinin yerləşdiyi ərazi. Gülüstan türbəsi Naxçıvandadır, qalası isə Şamaxıda. 15-ci əsrdə inşa olunmuş Şirvanşahlar Sarayının yerləşdiyi ərazi. Bu da Bakıda yerləşir. 3 Y variantı. 17-ci əsrdə Şah 1-ci Abbas tərəfindən inşa olunmuş Cümə məscidi. Bu da Gəncədə yerləşir. 4 B variantı. 17-ci əsrdə Hind ateşpərəstlərinin tikdirdiyi məbədin yerləşdiyi ərazi. Bu da Bakıdır, Suraxanı. 3 Y variantı. Düzür istəyirəm. 2. Qaraqoyunlu Cahanşahın hakimiyyət dövründə tikilmiş Göy məscidin yerləşdiyi şəhəri müəyyən edirik. Bu Göy məscid 1465-ci ildə salınıb. Qaraqoyunluların dövrünə aiddir və Təbrizdə yerləşir. D variantı. Ağqoyunlu Yaqub Padşahın hakimiyyət dövründə tikilmiş Həşt Behiş sarayı 1483-cü ilə aiddir. Bu da yerləşir yenə də Təbrizdə. Alban memarlıq abidəsi olan Gövürqalanın yerləşdiyi müasir Azərbaycan ərazisi. Gövürqala yerləşir Ağdam rayon ərazisində. Ağdamda verilib 4-də. Alban memarlıq abidəsi olan Cavanşir qalasının yerləşdiyi müasir Azərbaycan ərazisi. Cavanşir qalası bu bir dəfə qəbul sualı olub. Cavabımız olacaq İsmailin ərazisi 1. Azərbaycanda milli mətbuatın əsası qoyulur. 1875-ci ildə Əkinçi qəzeti ilə Kəşkülü açıq sözü Molla Nəsrəddin İrşadı çıxıram. Doğru cavab D variantı. Azərbaycanda milli operanın əsası qoyulur. 1908-ci ildə Leyli Məcnun operası ilə. Elə A variantı asan suallardır. Gəncənin məşhur qala qapıları düzəltdirilmişdi. Gəncənin qala qapıları 1063-cü ildə İbrahim Osmanoğlu tərəfindən Əbülsüvar Şavrun dövründədir və Şəddadilər dövlətinə aiddir. Yad el hücumlarından qorumaq məqsədi ilə bəli, doğrudur, elə A variantıdır. Salarilərin dövrü deyil, Şəddadilərdir. Xilafətin Azərbaycanda hakimiyyət dövründə yox. Xilafətin Azərbaycanda hakimiyyəti bitir 9-cu əsrdə. 11-ci əsrin 60-cı illərin ikinci yarısı yox, birinci yarısı. Fəzlin Məhəmməd yox, Əbülsüvar Şavrun. Şaqqala və Gövürqala memarlıq abidələrinə aid oxşar cəhət. Müsəlman intibah mədəniyyətinə aid olmaları yox, erkən orta əsrlər dövrünə aiddir. Alban memarlıq abidəsi də hər ikisi. Müsəlman mədəniyyəti 11-12-ci əsrdə müsəlman intibahı. İndiki Cənub Azərbaycan ərazisində inşa olunmaları yoxdur. Şaqqala Şabranda, Gövürqala Ağdamda yerləşir. Erkən orta əsrlərin Alban memarlıq abidəsi də hər ikisi 9-11-ci əsrlərə aid deyil. Mənbələrdə qeyd olunur ki, Çıraqqala 4-6-cı əsrlərdə, Gövürqala isə 3-5-ci əsrlərdə inşa olunub. Ərəblərin hücumundan qorumaq məqsədi ilə tikilmələri yox, hələ ərəblər gəlməmişdi. Ərəblərin dövrü deyil. Doğru cavab 39-da C variantı. Cavanşir, Carabgir memarlıq abidələrinə aid ümumi cəhət. Erkən orta əsrlərin Alban memarlıq abidələri olmaları elə A variantı bizim doğru cavabımız olacaq. 9-cu əsrin ikinci yarısı, 11-ci əsrin ortalarına aid olmaları yox. Cavanşir 7-ci əsrdə, elə Sarafgird özü də 7-ci əsrdə. Xilafətin Azərbaycanda hakimiyyət dövründə inşa olunmaları yox, ondan öncədir. Naxçıvan memarlıq məktəbinə aid deyirlər. Albanların memarlıq abidəsidir. İntibah dövründə inşa olunmaları yox, intibah dövrünə aid deyirlər. Doğru cavab 40-da, A variantı 41. Elxan hökmdarı Hülakü xanın dövründə inşasına başlanmışdı. Şeyx Cüneyd məqbərəsi ümumiyyətlə Səfəvilərə aiddir. Maraq rəsədxanası, bəli, bunu birinci sualda qeyd etdim. Gülüstan qazı Şirvanşahlara aiddir. Əlşah məscidi Ərk qalası Olcaydı Xudabəndənin dövründədir. 1310-cu ildə başlayır inşası. Olcaydı Xudabəndə ilə Olcaytın dövründədir. Elxan hökmdarı Qazan xanın dövründə inşa olunmuşdu. Olcaytın ilə Olcaytın dövrüdür. Marağa Hülakü'nün dövrüdür. Ərk qalası da Olcaytın dövründədir. Mahmudabad şəhəri Qazan xanın dövrünə aiddir. Şamaxının Sündük kəndindəki məscid 920-ci ildir və bu da Əbu Tahirə aiddir, Şirvanşah hökmdarı. Şah 1-ci Təhmasibin dövründə inşa olunmuşdu. Nardaran məscidi olacaq 2-ci Abbasın dövründə. Şamaxıda Şəlxana məqbərəsi 2-ci Abbasın dövrüdür. Qusarın Həzrə kəndində Şeyx Cüneyd məqbərəsi, bəli, bu 1-ci Təhmasibin dövrünə aiddir. 1544-cü ildə Sultaniyədə Olcaydı Xudabəndə türbəsi, bu Olcaytın dövrüdür, Hülakülərə aiddir. Təbrizdə Göy məscid Cahanşahın dövrüdür, Qaraqoyunlulara aiddir. Müvafiq olaraq Yusif İbn Küseyir türbəsi və Kələxana məqbərələrinin yerləşdiyi ərazilər. Müvafiq olaraq deyirsə, 1-ci Yusif İbn Küseyir gəlir, yəni Naxçıvan. İkinci Kələxana gəlir,
Şamaxı 2, 4 Y variantı. Yenə müvafiq olaraq Sündü məscidi Şamaxıda yerləşir. 4 Gülüstan türbəsi, türbə yerləşir Naxçıvanda. 4, 2 yazılacaq B variantı. Naxçıvanda Möminə xatun türbəsi, Bakıda Qız qalası. Oxşar cəhət. Məsud Davutoğlu tərəfindən inşa olunan Bakıda Qız qalasıdır. 12-ci əsrə aid olmaları hər ikisi 12-ci əsr müsəlman intibahı dövrünə aiddir. Müdafiə məqsədilə inşa olunan Bakıda Qız qalasıdır. Əcəmi Məmbəkiroğlu tərəfindən inşa olunan Möminə xatundur. Erkən orta əsrlərdə inşa olunmayıblar. Erkən orta əsrlər 3-11-ci əsrlərdir. Bakıda Qız qalası Möminə xatun türbəsi 12-ci əsr olduğuna görə düşmür bu dövrə. Sultaniyə və Mahmudabad şəhərlərinə aid oxşar cəhət. Hülakülərin hakimiyyət dövründə salınmaları ortaq cəhətdir. Elxanilərin paytaxtı olan Sultaniyədir. Böyük Səlcuq sultanları tərəfindən salınmaları yox, Hülakülərin dövründədir. Monqolların ikinci yürüşü zamanı dağıdılmaları, Monqolların ikinci yürüşündə bu şəhərlər yox idi, salınmamışdı. 15-ci əsrdə inşa olunmaları yox, hər iki şəhər 13-cü əsrdə inşa olunub. Azərbaycanın intibah mədəniyyəti dövrünə aid olanlar: Bakının şərq darvazaları 16-cı əsrdir, Qız qalası isə 12-ci əsr. İntibah dövrü də 11-12-ci əsrləri əhatə edir. Şeyx Cüneyd olacaq 16-cı əsr, Əlincə çayı üzərində körpü 16-cı əsr. Naxçıvanda Qoşa minarə 12-ci əsr, Darülmülk 12-ci əsr. Bunu götürəcəm. Təbrizdə Göy məscid 15, Həşt Behişt 15, Şeyx Cüneyd 16, Bərdə türbəsi 13, 14-cü əsrin memarlıq abidəsidir. 48 oldu. Cevabımız Azərbaycanın intibah mədəniyyəti dövrünə aid olan memarlıq abidələri. Təbrizdə Göy məscid 15-ci əsrdir. 15-ci əsrdir. Həşt Behişt 15-ci əsrdir. Bizə intibah 11-12-ci əsrlər lazımdır. Çıraqqala dedik ki, 4-6-cı əsrlərdir. Əlincə 9-cu əsr aid olmadı. Qız qalası 12, Şirvanşahlar sarayı 15, Gülüstan və Buğurt qalaları hər ikisi 12-ci əsr olduğuna görə götürəcəm bu D variantını. Bərdə türbəsi bu olacaq 13-14-cü əsrin memarlıq abidəsi. Bakının şərq darvazaları 16-cı əsr oldu. Doğru cavab 49-da oldu D variantı. 50. Ağsu çayı sahilində Buğurt qalası, Şamaxı yaxınlığında Gülüstan qalası oxşarlıq. Şirvanşahların hakimiyyət dövründə inşa olunublar. Hər ikisi doğru cavabdır. 9-10-cu əsrlər yox, 12-ci əsrlər. Əcəmi Məmbəkiroğlu tərəfindən salınmayıb bu memarlıq abidələri. Hülakülər yox, Şirvanşahlara aiddir. 15-16 yox, 12-ci əsrə aiddir. Verilənlərin hamısı aiddir. Kazan Universitetində çalışmışdı. Əsəri Demidov mükafatına layiq görülüb. Türk-Tatar dilinin qrammatikası əsərini yazmışdı. Bu da bizim Mirzə Kazım bəydir, şərqşünas alimimiz. A variantıdır. Verilənlərin hamısı aiddir. Peterburqda böyük şöhrət qazanıb. Rusiya Arxeologiya Cəmiyyətinin Şərq Numizmatika şöbəsinə rəhbərlik edib. Böyük Britaniya Kralasiya Cəmiyyətinin həqiqi üzvü seçilib. Bu da olacaq Topçubaşov. Topçubaşov da Y variantındadır. Konkret suallardır bunlar. Açar nüansları verib. 53. Azərbaycan mədəniyyətinin 1940-cı illər tarixinə aiddir. 40-cı il yox, 40-cı illər. Koroğlu operasının tamaşaya qoyulması, Koroğlu operası tamaşaya qoyulur. 37-ci ildə mükafat alır 40-cı ildə. İlk Rus-Azərbaycan məktəbi açılacaq. Deməli 1937 idi. İlk Rus-Azərbaycan məktəbi 1887, bu ümumiyyətlə 19-cu əsrdir. İlk Qəza məktəbi 1830-dur. İlk Azərbaycan qiraətxanası 1894-dür, Bakıda açılır. Arşın Mağlam filmin dünya ekranına çıxması 1945-dir. Y variantı 40-cı illərə aiddir. 54. 1873-cü il Şimali Azərbaycan, 1909 Cənubi Azərbaycan. Bu tarixlər bizə xatırladır ilk teatrın təşkil olunmasını. Əgər Azərbaycanda, Şimali Azərbaycanda 83 olsaydı, Cənubi Azərbaycanda 1916 bu teatr binasının tikilməsi olardı. Amma 73.909 yazdığına görə teatrın təşkil olunmasını cavab olaraq mən götürəcəm 54-də D variantı. 55. 1883-cü il Şimali Azərbaycan, 1916 Cənubi Azərbaycan. Bu artıq bizə teatr binasının tikilməsini düzgün cavab olaraq götürməyimizi tələb edir bizdən C variantı. 55-də. Teatr binasının tikilməsi 83 1916-dır.
Teatrın təşkil olunması isə Şimali Azərbaycanda 73, Cənubi Azərbaycanda isə 1909. 19-cu əsrə aid deyil. Mirzəd Gözəl bəyin Qarabağnamə əsəri bu 19-cu əsrdir. Əkinci 19-cu əsrdə 1875. Müslüm Maqomayev Şah İsmayıl operasının tamaşaya qoyulması bu 1916-cı il olduğuna görə 20-ci əsrin əvvəlləridir. Hacı Zeynalabdin Tağıyevin Bakıda teatr binasını tikdirməsi bu 83-cü ildə 19-cu əsrdir. Şimali Azərbaycanda milli teatrın əsasının qoyulması 1873-dür. 19-cu əsrin 60-90-cı illəri Şimali Azərbaycanda maarif sahəsində həyata keçirilmiş tədbirlərə aid deyil. 60-90-cı illər yazıbsa, bura 60-cı illər, 70-ci illər, 80-ci illər və 90-cı illər aiddir. Diqqətli olaq. Mahmud Bəyov Qənizadə tərəfindən ilk Rus Azərbaycan məktəbinin açılması 1887-ci il olduğuna görə mən bunu aid deyil də götürməyəcəm. Bu aiddir. 70-80-ci illər düşəcək bu intervala. Rus dilli orta təhsil verən ilk gimnaziyanın açılması 1865'ti, bu da 60-cı illərə düşür. İlk qız gimnaziyası isə 1874-70-ci illərə aiddir. Tağıyevin Bakıda qızlar məktəbini açdırması 1901'dir, bu 20-ci əsrin əvvəlləridir. Bakıda ilk Azərbaycan qiraətxanası 1894-90-cı illərə aiddir. Sovet Azərbaycanının 20-ci əsrin 60-cı illərinin ikinci yarısı tarixi. Məcburi 10 illik təhsilə keçid elə 1866'dır, bu da 19-cu əsrin 60-cı illərin ikinci yarısıdır. Yeni əlifba söhbəti yoxdur 60-cı illərdə. İlk gimnaziyaların açılması 19-cu əsrdə açılıb. Azərbaycan Dövlət Kino İdarəsi 1926, Kino İdarəsi Kino Studiya, televiziyanın fəaliyyət başlaması İmam Mustafayevin dövrü 1956-cı ildədir. Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabinetinin həyata keçirdiyi mədəni quruculuq tədbiri. Yeni pul vahidinin dövrəyə buraxılması mədəni sahə deyil, iqtisadi sahədir. İlk filmin çəkilməsi 1916'dır. Bunda çıxacam. Bakı şəhərinin universitetinin açılması 1919'dur. Bu da aid deyil. İkinci hökumətə. Müəssisələr məclisi fəaliyyətə başlamır. Məktəblər milliləşir. Bəli, AXC dövründə milliləşən yeganə bir sahə var. O da məktəblər 1918-28 avqustda. 19-cu əsrin 70-ci illərində Şimali Azərbaycanda baş vermiş mədəni yenilik. Nobel Qardaşlar Şirkətinin yaranması bu Şimali Azərbaycana aid deyil ümumiyyətlə. Nobel Qardaşlar Şirkətinin yaranması İsveçə aiddir. 70-ci illərdə amma. İltisam sisteminin ləğv olması 1872'dir, amma iqtisadi tədbirdir. Qəza məktəblərin fəaliyyətə başlaması 1830-cu ildən fəaliyyətə başlayır. İlk qadın gimnaziyası 1874-cü ildə açıldığına görə deyini götürəcəm. Kəşkül 1883'dür. Uyğunluq gözlənilib. İlk Azərbaycan filmi uzaq sahillərdə yox, Neft və Milyonlar səltənətində 19-cu əsrin görkəmli memarlarındandır. Hüseyn Ərəblinski memar deyil, aktyordur. Şah İsmayıl operasını yazmışdı Üzeyir Hacıbəyov, yox Müslüm Maqomayev. Azərbaycan SSR Elmlər Akademiyasının ilk prezidenti olmuşdu Mir Əsədullah Mir Qasımov, doğrudur. İlk peşəkar rəssamlardan biri olmuşdu Firidun bəy Köçərli, yox Firidun bəy Köçərli bizim ədəbiyyatşünasımızdır. Y variantı yanlışdır, doğru cavab D variantıdır. 62. Uyğunluq gözlənilmişdi. Şərq Rus qəzetinin naşiri idi Hüseyn Ərəblinski, yox Şahtaxtinskidir. İlk Azərbaycan teatrını yaratmışdı Üzeyir Hacıbəyov, yox Nəcəf bəy Vəzirov və Həsən bəy Zərdabinin rəhbərliyi ilə B yanlışdır. İlk Azərbaycanlı qadın aktrisa Gövhər Qazıyeva, bu doğrudur. Leyli Məcnun operasını yazmışdı Qara Qarayev, yox Üzeyir Hacıbəyov. Köroğlu operasını yazmışdı Müslüm Maqomayev, yox Üzeyir Hacıbəyov. Birinci Dünya Müharibəsi illərində Şimali Azərbaycanda baş vermiş mədəni yenilik. Bu tip suallar çox düşür. Birinci Dünya Müharibəsi 1914-1918-ci illəri əhatə edir. Leyli Məcnun 1908 olduğuna görə götürməyəcəm. Difai 1906. Təbrizdə teatr binasının inşa olunması 1916'da, amma Şimali Azərbaycan istəyir bizdən. Neft və Milyonlar səltənətində 1916'da bu düşür. İlk Rus dilli orta təhsil müəssisəsinin fəaliyyətə başlaması bu 1865'də aid olmayacaq. 63 D variantı. 64. Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mədəni quruculuq tədbiri. Qazaxda müəllimlər seminariyasının təşkil olunması 1918 elə mədəni yenilikdir bu. Quruculuq işlərinə aiddir. Neft və Milyonlar səltənətində filminin çəkilməsi 1916'da aid deyil. Azərbaycanı öyrənən cəmiyyət. Azərbaycanı öyrənən cəmiyyət 1923-cü il Sovet Azərbaycan dövründədir. Azərbaycan SSR.
Amma müsəlman şərqini öyrənən cəmiyyət desəydi bu Azərbaycan Xalq Cümhuriyyətinin dövründə olardı. Ərzaq məhsullarının ölkədən kənara çıxarılmasının qadağan olunması bu iqtisadi tədbirdir. Latin əlifbasına Azərbaycan Xalq Cümhuriyyəti keçə bilmədi. Amma bir nüansı yadda saxlayın ki, 1-ci və 2-ci Respublika dövrünün hər ikisinə də ortaq cəhət kimi götürə bilərsiniz ki, əlifba komissiyası yarandı, lakin Azərbaycan SSR dövründə Latin əlifbasına keçildi, AXC dövründə keçilmədi. Ortaq cəhətlər odur ki, hər ikisində əlifba komissiyası yaranmışdı. Y variantında çıxdım. Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mədəni quruculuq tədbiri Azərbaycanı öyrənən cəmiyyət yox, müsəlman şərqini öyrənən cəmiyyətdir. Azərbaycan Xalq Cümhuriyyətində orta tədris müəssisələrində tədrisin dövlət dilində aparılması bu AXC dövrünə aiddir. Bakı Xalq Komissiyalar Sovetinin milliləşdirmə ilə əlaqədar verdiyi dekret və sərəncamların ləğv olunması bu mədəni tədbir deyil. Azərbaycanlı qızlar üçün ilk məktəbin açılması 1901-ci ildədir. Milli pul nişanlarının dövrəyə buraxılması bu da iqtisadi tədbirdir, yəni mədəni tədbir deyil. 65 B variantı oldu. 66. Sovet Azərbaycanında 20-ci əsrin 20-30-cu illərində mədəni quruculuq sahəsində həyata keçirilən tədbir. 20-30. İcbari 8 illik təhsil 1859-cu ildir. 20-30-a aid deyil. İlk Milli Teatrın təşkili 1873-dür. Azərbaycan Pedaqoji İnstitutunun təşkil olunması 1921-20-ci illərə düşəcək. İlk Azərbaycan filminin çəkilməsi 1916-da aid deyil. Bakı Dövlət Universitetinin fəaliyyətə başlaması 1919-dur. Bunu da çıxıram, yerdə qaldı C variantı. Sovet Azərbaycanının 20-ci əsrin 20-30-cu illər mədəniyyət tarixi. Azərbaycan Tibb İnstitutunun təşkil olunması 1929-dur bu, elə A variantıdır 20-ci illərdə. İlk Azərbaycan filminin yaranması 1916, Şah İsmail operasının tamaşaya qoyulması 16, məcburi 10 illik təhsili 10 illik 66-dır. Ərəb və Latin əlifbasına keçirilməsi 20-ci illərdə 29-da Latin əlifbasına keçilib. Ərəb yox. Doğru cavab 67-də A variantıdır. 8. Şirvanşahlar dövlətinə aid memarlıq abidələri Gülüstan türbəsi Hülakülərdədir. Qızqalası Şirvanşahlar, Əlişah Hülakülərdədir. Çayxana Səbəvlərdə, Buğurda, Şirvanşahlar 2-5 B variantı. Hülakülər dövlətinə aid olsun. Gülüstan qalası Şirvanşahlar, Sündü Şirvanşahlar, Buğur Şirvanşahlar, Əlişah və Bərdə türbəsi 3-5 C variantı. Təbrizdə inşa olunmuş memarlıq abidələri Olcay Tuğuda, Bəndə Sultaniyədədir. Əlişah Təbrizdə, Şeyx Cüneyd Qusarda, Şamqazan, bir var Marağa Rəsədxanası, bir də var Şamqazan. Şamqazan Təbrizdə yerləşir. 15-ci əsrə aid Qaraqoyunluların dövründə salınmış Göy məscid Təbrizdədir. 2, 4, 5 C variantı. Şamaxıda salınmış memarlıq abidələri Şirvanşahlar Bakıdadır. 8-ci əsrə aid Cümə məscid ərəblərinin dövrü bəli Şamaxıdadır. Gülüstan qalası Şirvanşahlardır. Bir dəqiqə, Şirvanşahlar da Şamaxıda salınıb. Şirvanşahların dövrünün memarlıq abidəsidir. Şamqazan Təbrizdə, Çayxana Şamaxı 2, 3, 5 Y variantı. 72. Uyğunluğu müəyyən edirik. İrəvanda, Naxçıvanda salınan memarlıq abidələri Gülüstan türbəsi Naxçıvanda, Göy məscid İrəvanda var 18-ci əsrə aid. Əlişah Təbrizdə, Naxçıvan Qarabağlar türbəsi olacaq. Bayat qalası Pənahəli xanın dövründə salınıb və indiki Ağcabədi rayonunun ərazisində yerləşir. Darülmülk Naxçıvandır. 1B, 2AC olacaq. BAC D variantı. Azərbaycan memarlıq abidələri Təbrizdə, Olcay Xudabəndə türbəsi, bu Sultaniyədir. Şeyx Cüneyd, bu oldu Qusar. Göy məscid var Təbrizdə. Qarabağ, Şahbulaq qalası, bəli Şahbulağı götürəcəm. Bayatı da götürəcəm Qarabağın ərazisində. Sərdar Saray İrəvandır. Deməli 1C-dir, 2A, B-dir. 1C, 2A, B variantı. 20-ci əsrin əvvəlləri Şimali və Cənubi Azərbaycanın mədəniyyət tarixinə aid ümumi cəhət. 20-ci əsrin əvvəlləri. Bu suallarda aşırı çox düşür. Təhlükəli suallardır. Diqqətli olmaq lazımdır. İlk teatr tamaşalarının səhnəyə qoyulması bu Cənubi Azərbaycanda 1909-dur. Amma Şimalda 19-cu əsrdə 1873 götürə bilmərəm. Satirik mətbuatın fəaliyyət göstərməsi. Satirik mətbuat 20-ci əsrin əvvəllərində Şimalda da var, Cənubda da var. B ortaq cəhətdir.
Qəza məktəblərinin yaranması. Qəza məktəbi 19-cu əsrdə yaranıb. Üsul-i cədid məktəblərinin əsasının qoyulması. Yenə də bu da 19-cu əsrdə. İlk qadın gimnaziyasının açılması. Bu da 19-cu əsrdə qadın gimnaziyası. 74 oldu B variantı. 75. 20-ci əsrin əvvəlləri Şimali və Cənubi Azərbaycan mədəniyyət tarixinə aid ümumi cəhət. Qızların ilk dəfə orta təhsilə cəlb olunması. Bu da 19-cu əsrdir, 20-ci əsr deyil. Yəni Şimali Azərbaycanda 19-cu əsrdir, Cənubi Azərbaycanda 20-ci əsrin əvvəlləri. İlk teatrın fəaliyyətə başlaması bu 19-cu əsr Şimali Azərbaycandadır, Cənubi Azərbaycan 20-nin əvvəli. Pullu şəhər məktəblərinin yaranmağa başlaması bu 19-cu əsrin ikinci yarısından başlayır. İlk Azərbaycan qiraətxanasının açılması 19-cu əsrdir. Azərbaycan türkçəsində qəzet və jurnalların çap olunması həm şimala aiddir, həm cənuba aiddir. Qəzet, jurnallar, bir də az öncə qeyd etdik, satirik mətbuatın fəaliyyət göstərməsi. 20-ci əsrin birinci yarısı Cənubi Azərbaycan mədəniyyəti üçün xarakterik deyil. Üsul-i cədid tipli məktəblərin açılması bu 19-cu əsrin ikinci yarısıdır. Elə aid olmayan budur A variantı. Müəyyən müddət ana dilində təhsilin mövcud olması mövcud idi. Ana dilində qəzet və jurnalların çap olunması bunu yazdıq. İlk teatrın fəaliyyətə başlanması 1909 bu da aiddir. Satirik mətbuatın fəaliyyət göstərməsi bəli, satirik mətbuat şimalda da, cənubda da fəaliyyət göstərir 20-ci əsrin əvvəllərində. 77. 19-cu əsrin birinci və ikinci yarısı Şimali Azərbaycan mədəniyyəti tarixinə aid ümumi cəhət vacib suallardandır. Avropa tipli dünyəvi məktəblərin fəaliyyət göstərməsi. Fəaliyyət göstərir Avropa tipli dünyəvi məktəblər 19-cu əsrin birinci yarısında da, ikinci yarısında da qəza məktəbləri. Azərbaycanlı qızlar üçün dünyəvi məktəblərin açılması bu 19-un ikinci yarısıdır. Bir də Azərbaycanlı qızlar üçün dünyəvi məktəblərin açılması bu 20-ci əsrin əvvəlləridir. B-ni çıxacam. Qız gimnaziyalarında tədrisin rus dilində aparılması birinci yarısında deyil, 19-cu əsrin ikinci yarısındadır. Rus-Azərbaycan məktəblərinin fəaliyyət göstərməsi 19-cu əsrin ikinci yarısıdır. Azərbaycan müəllimlərinin qurultaylarının keçirilməsi, qurultay da keçirilir 1906-da, 20-ci əsrin əvvəllərində. 77 oldu A variantı. 78. 19-cu əsrin birinci və ikinci yarısı Şimali Azərbaycanın mədəniyyət tarixinə aid ümumi cəhət həm birinci yarısında olsun, həm ikinci yarısında. İrəvan müəllimlər seminariyası 19-cu əsrin ikinci yarısına aiddir. Yəni 1881. Pullu şəhər məktəblərində təhsilin rus dilində aparılması. Pullu şəhər məktəbləri söhbəti ikinci yarısındadır. Bu da 19-cu əsrin ikinci yarısında, birinci yarısında yox idi. Bilirəm, çox danışıram, biraz da dözün. Sonuncu mövzumuzdur. Üsul-i cədid məktəblərinin mövcud olması. Üsul-i cədid məktəbləri 19-cu əsrin birinci yarısında yox idi. İkinci yarısında var. Qəza məktəblərinin fəaliyyət göstərməsi, bəli, götürəcəm D variantını. Yəni Avropa tipli dünyəvi məktəblər. Orta təhsil verən gimnaziyaların fəaliyyət göstərməsi, gimnaziyalar birinci yarısında yoxdur, ikinci yarısında başlayır. Doğru cavab 78-də D variantı. 79. Mir Mövsüm Nəvvab tərəfindən Üsul-i Cədid məktəbinin əsasının qoyulduğu şəhər. Mir Mövsüm Nəvvab tərəfindən Üsul-i Cədid məktəbinin əsası Şuşada qoyulacaq. Şuşada burada 4-də qeyd olunub A variantı. 17-ci əsrdə Azərbaycanda kitabxanaların inkişaf etdirilməsi üçün Şah II Abbas Avropadan kitabların üzünü köçürmək üçün xəttatlar dəvət etmişdi. Yox, belə bir məsələ yoxdur Abbasda. Şah 1-ci İsmail görkəmli rəssam Kemaləddin Behzadı Təbrizin saray kitabxanasına rəis təyin etmişdi. Bu 16-cı əsrdir. Şah Süleyman kitab çapı üçün Avropadan mətbə avadanlığı gətirilməsini təşəbbüs göstərmişdi. Yox, əksinə bigana yanaşmışdı bu işə. Şah II Abbas kitab çapı üçün Avropadan mətbə avadanlığı gətirilməsi təşəbbüs göstərmişdi, amma bunun ardını gətirə bilmədilər. Yaqub Padişah Təbrizdə 8 Behişt saray kompleksini inşa etdirmişdi. Bunun da əlaqəsi yoxdur. Bu 15-ci əsrdir. Bizə 17-ci əsr lazım idi. Nəsrəddin Tusi, Fəzullah, Rəşidəddin dövlətin idarə olunmasına iştirak edib hər iki şəxs. Təbrizdə ali mədrəsəsinin yaradılması Fəzullah Rəşidəddindir. Abaqa xanın vəziri Nəsrəddin Tusidir. Rəhbərliyi altında Marağa rəsədxanası tikilib. Bəli, əmri verən Hülakü xandır. Nizamiye mədrəsəsinin təşkil olması bunların heç birinə aid deyil. 1 C-D, 2 B oldu, 3 isə A variantı. Eyler-Venn diaqramına əsasən uyğun bəndlər Həsən bəy Rumlu, İskəndər bəy Münşü. İskəndər bəy Münşi Səbəvi sarayında dəftərxana katibi vəzifəsində çalışıb. Bu Münşidir.
Şah 1-ci Təhmasibin tarixçisi olan Rumludur. Şah 1-ci Abbasın hərbi yürüşlərində iştirak edib bu sual qəbula düşmüşdü. Münşidi. Səbəbi tarixinə aid əsər yazıb hər ikisi. Cami Ət-Təvarix əsərini yazan Fəzullah Rəşidəddindir. Oldu B, A, C və D. Hardadır? Hardadır? Y variantındadır. Sovet Azərbaycanında həyata keçirilən mədəni quruculuq işlərinə aid deyil. Kiril əlifbasına keçirilməsi bu aiddir. 40-cı ildə. SSR Elmlər Akademiyasının Azərbaycan filialı 35-ci ildə. Filial deyilsə 35-ci ildə açılıb filial. Bu da aiddir. Müsəlman şərqini öyrənən cəmiyyət Azərbaycan Xalq Cümhuriyyətinə aiddir, amma Azərbaycanı öyrənən cəmiyyət desəydi, bu Sovet Azərbaycanına aid olardı. Azərbaycan Pedaqoji İnstitutunun açılması 1921-dir, bu da aiddir. Savadsızlıqla Mübarizə Komitəsi 1923-dür, bu da aiddir. Sovet hökumətinin Azərbaycanda həyata keçirdiyi mədəni quruculuq işlərinə aid deyil. Təhsilin ana dilində aparılırdı. Latın qrafikalı əlifbaya keçid var 29-da. İlk radiostansiya 1929-dur, bu da aid. Üzr istəyirəm, 1926. Azərbaycanı öyrənən cəmiyyətin yaranması, bu da aiddir. Azərbaycan öyrənən cəmiyyət. Azərbaycan Dövlət Teatrının ilk dəfə fəaliyyətə başlaması 1873-cü ildədir bu. Aid olmayacaq, 84 olacaq Y variantı. Verilən mədəni proseslərin hər ikisinin hansı şəhərdə keçirildiyini müəyyən edirik. Dünya Azərbaycanlılarının 5-ci qurultayı keçirilib burada. Bu Şuşadadır əlbəttə ki. Xarı Bülbül festivalının keçirilməsi Şuşadır. A variantı. Azərbaycan Respublikasının həyata keçirdiyi mədəni quruculuq tədbirlərinə aid deyil. Azərbaycan Respublikası, Mühazir Azərbaycan Respublikası. Kitabi Dədə Qorqud dastanının 1300 illiyinin qeyd olunması 2000-ci ildə qeyd olunub. Aiddir. Bakıda İslam həmrəliyi oyunlarının keçirilməsi bu da aiddir 2017-ci ildə. İslam həmrəliyi oyunları. Bakı telestudiyasının fəaliyyətə başlaması bu Azərbaycan SSR dövründədir. Sovet Azərbaycanı 1956-cı ildə İmam Mustafayevin dövründə. Tələbə qəbul üzrə Dövlət Komissiyası bu Elçibəyin dövründə 92-ci ildə bu da aiddir. Beynəlxalq Muğam Mərkəzinin yaranması 2008-ci ildədir. Bu da aiddir. Aid olmayan 86 C variantı. 87. Azərbaycan Respublikasının həyata keçirdiyi mədəni quruculuq tədbirlərinə aid deyil. Cənubi Qafqazın ən böyük məscidinin açılması Heydər məscidi 2014-cü ildə bu aiddir. Bakıda ilk Avropa oyunlarının keçirilməsi 2015 aiddir. Dövlət Bayraq Meydanı 2010 aiddir. Şuşada ilk dəfə Vaqifin məqbərəsinin açılması bu 20-ci əsrin 80-ci illərindədir. Sovet Azərbaycan dövründə də Heydər Əliyevin dövründə. Ona görə bunu müasir Azərbaycan Respublikasına aid edə bilmərəm. Təhsil haqqında qanun 2009-dadır, bu aiddir. 87 oldu D variantı. Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mədəni quruculuq tədbiri. Neft ixracı ilə əlaqədar xarici şirkətlərlə müqavilə imzalanması bu hər 3 respublikaya aiddir. A variantı. Amma mədəni quruculuq tədbiri deyil, iqtisadi tədbirdir. Latın qrafika əlifbaya keçə bilmir axıcı. Azərbaycan öyrənən cəmiyyətin təşkil olunması bu Sovet Azərbaycanına aiddir. 1923. Xalq evlərinin təşkil olunması bəli var idi. Gürcüstanla hərbi müqavilənin imzalanması bu siyasi tədbirdir, mədəni quruculuq tədbiri deyil. 19-cu əsrin 70-ci illərində Şimali Azərbaycanda baş vermiş mədəni yenilik. Mexaniki qazma üsulu ilə ilk neft quyusunun qazılması bu 40-cı illərdədir. Mədəni yenilik deyil, iqtisadi tədbirdir. İlk teatr binasının tikilməsi bu 83-cü ildə, 70-ci illər deyil. Qori müəllimlər seminariyasının fəaliyyətə başlaması bu Şimali Azərbaycan getmir. Tiflisdə yaranıb 1876-cı ildə. Xalq məktəblərinin yaranması 1874-dür deyini götürəcəm. Şəhər məktəblərinin yuxarı və ibtidai sinif məktəblərinə çevrilməsi bu 1912-ci ildə 20-ci əsrin əvvəlləri. Elm və mədəniyyət xadimlərini müəyyən edirik. Türk-Tatar dilinin qrammatikası əsərini yazmışdı. Demidov mükafatına layiq görülən bizim şərqşünas alimimiz Mirzə Kazım bəydir. Üzvü kimya sahəsində ilk Azərbaycanlı kimyaçı Mövsüm bəy Xanlarovdur. Deməli, çıxdım. Yox. Elm və təhsilin inkişafında mühüm rol oynamışdı. İlk Rus-Tatar məktəbinin qurucularından olmuşdu. Həbib bəy, Mahmud bəyov. Bəli, A variantı da uyğun gəlir, A variantı. 91. Bu da yaxşı sualdır. 19-cu əsrin birinci yarısına fərqli olaraq ikinci yarısında Azərbaycan mədəniyyəti üçün xarakterik olsun
1 ayda olmasın, 2 ayda olsun. Qəza məktəblərinin fəaliyyət göstərməsi iki dövrdə də fəaliyyət göstərir. Elm və təhsilin çarizmi müstəmləkə siyasətinə xidmət göstərməsi hər iki dövrdə xidmət göstərir. Azərbaycan dilində dərsliklərin mövcud olması hər iki dövrdə mövcuddur. Ortaq cəhətdir. 6 illik təhsil verən pullu şəhər məktəblərinin fəaliyyət göstərməsi artıq bu 19-cu əsrin ikinci yarısında olacaq, yalnız 4A variantı. Şimali Azərbaycanda məktəblərin fəaliyyətə başlamasının ardıcıllığı. Qəza məktəbləri 1830-dan fəaliyyətə başlayır. 6 illik təhsil verən pullu şəhər məktəbləri, bu da 72 islahatından sonradır. 72-dən sonraki məsələni yazmalıyıq bura. Qoru müəllimləri seminariyası. Qoru müəllimlər seminariyasını çıxıram. Şimali Azərbaycanda yaranmayıb, Tiflisdə yaranıb və Azərbaycan şöbəsi 1879-cu ildə açılır. Üsul cədid məktəbləri, bu da 72-dən öncədir. Bizə 72-dən sonraki lazımdır. İlk üsul cədid məktəbi də Şamaxıda yaranıb. Gimnaziya tipli ilk rus dilli orta məktəb 1865-dir. Bu da əvvəlki prosesdir. Avropa tipli dünyəvi məktəblər 1830-cu il əsası qoyulur. Bu da əvvəldir. Rus-Tatar məktəbi 1887 olduğuna görə xronoloji ardıcıllıq olaraq yeni götürəcəm. Üsuli cədid məktəblər üçün xarakterikdir. Avropa tipli ilk dünyəvi məktəblərdir. Qəza məktəbləridir bu. İlk dəfə olaraq elmi biliklər ana dilində tədris olunacaq. Bəli. Azərbaycanın həm şimalında, həm cənubunda fəaliyyət göstərib, doğrudur. Təbrizdə də fəaliyyət göstərib. Şuurlu mənimsəməyə əsaslanan yalnız rus dilində, yox, elmi biliklər ana dilində tədris olunurdu. 2-3 oldu, 93 B variantı. Azərbaycanın şimalında yerləşən dövlətlər 12-ci əsrdə ölkənin müdafiə qabiliyyətini gücləndirmək istiqamətində bir sıra addımlar atdılar. Bir sıra bölgələrdə möhkəmləndirmə tədbirləri həyata keçirdilər. Mətndə verilən dövrdə və istiqamətdə həyata keçirilən tədbirləri müəyyən edirik. Gülüstan qalası şimalda yerləşən dövlət Şirvanşahlara aiddir. Müdafiə qabiliyyəti, müdafiə məqsədi ilə salınıb. Bir doğrudur. Möminə xatunun çıxacam, Eldənizlərə aiddir. Müdafiə deyil. Buğurt qalası müdafiədir. Şirvanşahlara aiddir. Əlincə çayxanəgahı isə yox, müdafiə deyil. Bunda çıxdım. 1 və 3 olacaq. Əlincə çayxanəgahı. Bunu çıxdım. 1-3. Y variantı. Müdafiə məqsədi ilə salınan memarlıq abidələrini bizdən istəyirdi. Növbət 95. Binanın baş fəsadı dünyada analogu olmayan ən xırda həndəsi fiqurlara bölünmüş ağac parçalarının arasında müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə pəncərə və qapılardan ibarətdir. Şəbəkə üslubu. Binada mismar və yapışqandan istifadə edilməmişdir. Haqqında bəhs edilən mədəniyyət nümunəsi üçün xarakterikdir. Bu Şəki xan sarayıdır. Hacı Çələbinin nəvəsi tərəfindən inşa olmuş Hüseyn Bəli düzdür. Bir doğrudur. Yalnız müdafiə məqsədi ilə yox, yanlışdır. 17-ci əsrin 60-cı illərində inşa olunub. 17-ci əsr yox, 18-ci əsrin 60-cı illəri, çünki 1763-dür. Usta Mirzə Cəfər yox, Abbas Qulu. Burada bir cavab qaldı, yalnız bir variant. 13-14-cü əsrlərdə inşa olunmuş memarlıq abidələri. Darülmülk 12-dir. Ramana 13-14-dür. Naxçıvan Gülüstan türbəsi 13-14-dür. Xudafərin 11, Qarabağlar 13-14-dür. 2-3-5 olacaq. 2-3-5. 13-14. Bayıl 13-14-də olacaq. Gülüstan 12-dir. Qızqalası 12. Nardaran 13-14-də. Ramana 13-14-də. 1-4-5. 13-14. Yusif 12-dədir. Olcayt 13-14-dədir. 2. Bərdə türbəsi də. Möminə xatun 12-də. 2-3. Şamaxıdakı 8-12-ci əsr aid memarlıq abidələri. Cöyə məscid 8-ci əsrdə 1. Xudafərin Şamaxıda deyil, Cəbrayıldadır. Darülmülk Naxçıvandadır. Qız qalası Bakıdadır. Gülüstan qalası, bəli götürəcəm Gülüstan qalasını 12-ci əsrdə. 1 və 5. 13-14. Abşeronda inşa olunan memarlıq abidələri Ramanadır. Mərdəkandır. Ərk qalası Təbrizdir, bu heç. Gülüstan qalası Şamaxıda, bunda çıxdım. Nardaran qalasını götürəcəm. 13-14. 1, 2, 5. 15. Şamaxı yaxınlığında Gülüstan qalası 12. Şirvanşahlar 15-dir. 8-5-15-dir. Xan sarayı 18. 17-ci əsr. Şeyx Cüneyd məqbərəsi 16-dır. Nardaran 17-dir. 1663. Təbrizdə Göy məscid. Təbrizdə 15-dir.
Gəncədə Şah Abbas məscidi 17-dir. Şərq darvazı 16, 2, 4. 17-ci əsr İrəvanda Sərdar Saray 18-dir. İrəvanda Göy məscid 18. Şeyx Cüneyd 16. Suraxanda Ateşpərəst məbədi bu 17-dir. Gəncədə Şah Abbas 17-dir. 4, 5. 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycan mədəniyyəti üçün səciyyəvi xüsusiyyətlər. İkinci yarısı. Milli mətbuatın yaranması. Milli mətbuatın yaranması 1875 götürəcəm. Bakıda müəllimlər seminariyasının açılması 1916-dır bu. Nərimanov tərəfindən ilk qiraətxana 1894. 3-ü də götürə bilərəm. 1, 3. Şurada ilk qəza məktəbi 1830-dur. Birinci yarısıdır. Milli opera 1908-dir. 1 və 3. 13-16-cı əsrdə inşa olunmayan memarlıq abidəsi. Belə suallara diqqətli olmaq lazımdır. Deməli, 13-cü əsr, 14-cü əsr, 15 və 16 bizə lazımdır. Təbrizdə Göy məscid bu aiddir, 15-ci əsrdir. Naxçıvanda Gülüstan türbəsi. Bu da aiddir, 13-14-cü əsr memarlıq abidəsidir. Şamaxıda Gülüstan qalası 12-dir, bunu götürə bilmərəm. Düşmür. Gəncədə Şah Abbas məscidi 17-ci əsrdir, bu da düşmür bu intervala. Bakıda Şirvanşahlar Sarayı 15-ci əsrdir, bu düşəcək. 3 və 4 olacaq cavabımız. Növbəti, xəritədə ərazisi qeyd olunmuş, rayona aid olanları müəyyən edirik. Xankəndinin ərazisidir. Xocalını göstərib yəqin ki, burada. Ərazisində daş dövrünə aid qədim insana məxsus alt çənə sümüyü aşkar olunmuşdur. Daş dövrünə aid qədim insana məxsus alt çənə sümüyü bu azıqdadır. Biri çıxdım. 17 oktyabr 2020-ci ildə Azərbaycan ordusu tərəfindən düşməndən azad olmuşdur. Düşmən işğalından. 17 oktyabrda Füzuli rayonudur, üzr istəyirəm. Ərazisində erkən Tunc dövrünə aid ibadət mehrabı varmı? Bu ərazidə yoxdur. Assur dövləti ilə geniş ticarət əlaqəsini saxlandığını sübut edən tapıntı var. Bəli, muncuq var burada Xocalda, düzdür 4. 92-ci ilin fevralında erməni qoşunları tərəfindən Azərbaycanlı hələyə qarşı soyqırım törədilmişdi. Bəli, Xocalı soyqırım əlbəttə ki. 4 və 5. Bizim cavabımız olacaq burada. 107 ştrixlənən rayona aid olsun. Bu rayon da Laçın rayonudur. Laçın rayonudur. 10 noyabr bəyanatına əsasən 2020-ci il dekabrın 1-də düşmən işğalından azad olub. Bəli. Ərazisində erkən orta əsrlər dövrünə aid Amaras monastırı yerləşir. Bu Xocavəndin ərazisidir. Ərazisində erkən orta əsrlər dövrünə aid Gövurqala abidəsi bu Ağdamda yerləşir. Ərazisində erkən orta əsrlər dövrünə aid Ağoğlan məbədi yerləşir. Laçında yerləşir. Bəli. Ağoğlan Laçındadır. Oğlanqala Lerikdə. Ərazisində Çıraqqala abidəsi yerləşir. Çıraqqala yerləşir Şabran rayonunun ərazisində. 1 və 4. İkinci Qarabağ müharibəsi nəticəsində azad olmuş ərazilərdə həyata keçirilən mədəni quruculuq tədbirləri. Molla Pənah Vaqifin məqbərəsinin bərpa olunması, bəli 2022-ci ildə Şuşada bərpa olub, bəli 1. Xankəndində pedaqoji institutunun açılması, bu ümumiyyətlə 1969-cu ildə açılıb. Xankəndində pedaqoji institut. Ümumiyyətlə sualın cavabı da ola bilməz. 2-ci Qarabağ müharibəsi nəticəsində Xankəndi işğaldan azad olmayıb axı. Xankəndi antiterrorun nəticəsidir. Ona görə 2-ci çıxacam. Zəfər yolunun çəkilməsi. Bu iqtisadi quruculuq tədbiridir. 3-ü də çıxacam. Xarı Bülbül musiqi festivalının keçirilməsi Şuşada keçirilib. 1 və 4 olacaq bizim cavabımız burada. 9. Uyğunluğu müəyyən edirik. Birinci peşəkar rəssam Bəhruz Kəngərlidir. İlk qadın aktrisa Gövhər Qazıyeva 4. 4-5 cavabda olacaq. Milli operanın banisi də Üzeyir Hacıbəyovdur. 1, 4, 5 olacaq cavabımız. 1, 4, 5. 110. 20-ci əsrin əvvəllərində Şimali Azərbaycanın mədəni həyatında baş vermiş yeniliklər. Milli mətbuatın yaranması 19-cu əsrdə Əkinci ilə. Molla Nəsrəddin jurnalının nəşr olunması 1906. 2. İlk teatrın tamaşası təşkil olunması, ilk teatr tamaşası 1873-dür.
Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-da 4. Neft və Milyonlar Səltənətində adlı ilk Azərbaycan bədii filmi 1916. Bir də 5. 2, 4 və 5. 20-ci əsrin əvvəllərində Şimali Azərbaycanda mədəni həyatda baş vermiş yenilik. İlk Azərbaycan operası Leyli Məcnunun tamaşaya qoyulması 1908. 1. Milli Teatrın əsasının qoyulması 1873-dür. İlk Rus-Azərbaycan məktəbi 1887-dir. Bunlar 19-cu əsrdir. Tağıyevin Azərbaycanlı qızlar üçün məktəb açdırması 1901 götürəcəm. Neft və Milyonlar Səltənətində adlı Azərbaycan filmi 1916-dır. Bunu da götürəcəm. Deməli 111, 1, 4, 5. 112. Şamaxıda Kəlxana məqbərələrinin və Nardaranda tikilmiş məscid üçün ortaq xüsusiyyətlər. Hər ikisi 17-ci əsrdə səbəblərin dövrü. Möminə xatun türbəsi üslubunda inşa olunublarmı? Yox. 17-ci əsrin ikinci yarısına aid olmaları, bəli, ikinci yarı 1663-dür, ikinci yarısıdır. Şirvanşahlar dövlətinə aid deyilirsə, səbəblərə aiddirlər. Şah 2. Abbasın hakimiyyət dövründə də hər ikisi bəli. Memar Mirzə Cəfər tərəfindən inşa olunublar? Yox. 2 və 4 olacaq bizim cavab. 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycan mədəniyyəti üçün səciyyəvi xüsusiyyətlər. İlk dərsliklərin yazılmağa başlaması, yox, birinci yarısından yazılırdı. Milli Teatrın yaranması 73-dür. 2-ni götürəcəm. İlk Rus-Azərbaycan məktəbi 87-də götürəcəm. Yelizavetpolda müəllimlər seminariyasının açılması, bu 1914-dür, 20-ci əsrin əvvəlləridir. Əmanətlər məktəbi 1828-də Tiflisdə açılıb, 19-cu əsrin birinci yarısında da Şimali Azərbaycana da aid deyil. 2 və 3 olacaq bizim cavabımız 113-də. 114. Memarlıq abidələri ilə bağlı uyğunluğu müəyyən edirik. Abidənin adı Qız qalasıdır. Abidənin aid olduğu dövlət eldənizlər deyil, Şirvanşahlardır. Xudafərin körpüsü Şəddadilər aiddir, amma inşa edən memar Fəzli bin Məhəmməd deyil, Fəzli bin Məhəmmədin dövründədir. Hökmdardır Fəzli bin Məhəmməd. Ona görə 2 də yanlışdır. Möminə xatun türbəsi Atabəylər, memara cəmi 3 doğrudur. Kəlxana məqbərəsi Səfəvilər, bir də Sərkar Əbdüləzim yazıb. Bu da doğrudur. 3 və 4'dür bizim cavabımız 114'də. 115. Xronoloji Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi 1879'dur. Azərbaycan Milli Teatrının əsası qoyulur 73. Hacı Zeynalabdin Tağıyevin teatr binasını tikdirməsi 83'dür. Demək olacaq 2, 1 və 3. Azərbaycanda milli mətbuatın əsası qoyulur 1875 əkinci. Bakı Dövlət Universiteti açılır 1919. Azərbaycanda milli teatrın əsası qoyulur 1873. Demək olacaq 3, 1 və 2. Əkinçi qəzeti 1875, Kəşkül 83, Ziya da olacaq 1879, 1, 3 və 2. İlk Azərbaycan filmi 1916 Neft Milyonlar Səltənətində Təbrizdə ilk teatrın təşkil olunması, teatr təşkil olunur 1909'da, üzr istəyirəm. İlk Azərbaycan operasının tamaşaya qoyulması 1908'də. 3, 2 və 1 olacaq 118'in cavabı. Təbrizdə HB 1483, Marrağa Rəsədxanasının tikilməsi 1259'da başladı. Gəncənin məşhur qala qapıları 1063, Xudafərin 1027. Demək olacaq 4, 3, 2, 1. Möminə xatun 12-ci əsr, Şəkidə xan sarayı 18, Şirvanşahlar 15, Gəncənin qala qapıları 11, 4, 1, 3, 2. Olcaytu Xudabəndə olacaq 14-cü əsrin əvvəlləri, Şamaxıda Gülüstan qalası 12, Xudafərin 11, Həştbehiş 15, 3, 2, 1, 4. Sərdar sarayı 18-ci əsr, Şəki xan sarayı 18-ci əsrdir. İrəvanda Göy məsciddə 18-ci əsrdə, əsrlər eynidir, getdiyi illərlə. İrəvanda Sərdar sarayının güzgülü salonu olacaq deməli 1791-ci ildə. Şəki xan sarayı 1763. İrəvanda Göy məscid 1764.
Cavabımız olacaq 2, 3 və 1. 2, 3, 1. Memarlıq abidələrinin inşasının xronoloji ardıcıllığını müəyyən edir. Şeyx Cüneyd məqbərəsi 16-cı əsr, İrəvanda Göy məscid İrəvanda 18-ci əsr, Təbrizdə Göy məscid 15. Deməli 3, 1 və 2. Naxçıvanda Əlincə qalasının inşa olunması, Əlincə qalası 9-cu əsr, İsmayılda Cavanşir qalasının tikilməsi 7-ci əsr, Möminə xatun 12-ci əsr, Təbrizdə Həşt Behişt. Həşt Behişt olacaq Təbrizdə 15-ci əsr. Deməli bizim cavabımız burada nədir? 2, sonra 1, 3, 4. 2, 1, 3, 4. Şah İsmayıl Marağ Rəsədxanasının bərpa etdirməsi. Marağ Rəsədxanası bərpa olur 16-cı əsrdə. Fəzli Məhəmmədin Araz çayı üzərində körpüsü 11-ci əsr. Qazan xan Mahmudabad şəhəri 13. Demək olacaq 2, 3 və 1. 2, 3, 1. Nəsrəddin Tuzun rəhbərliyi Rəsədxananın tikilməsi 13-cü əsr oldu. Əcəmi Əbbəşoğlu'nun Darülmülkü 12-ci əsr. Cahanşahın Təbrizdə məscidi 15. Sündə oldu 10-cu əsr. Deməli 4, 2, 1, 3. Şəkixan sarayı 18-ci əsr, Cavanşir qalası 7-ci əsr oldu. Cavanşir qalası, Xudafərin 11, Həşt Behişt 15, 2, 3, 4, 1. Möminə xatun 12, Gülüstan türbəsi 13-cü əsrdir, bəli. Suraxanda Hind atəşpərəstləri məbədi 17, Bakının Şərq darvazası 16. Deməli, burada cavabımız oldu 1, 2, 4 və 3. Mahmudabad 13-cü əsrdə salındı. Gülüstan qalası oldu 12. Təbrizin Göy məscidi 15. Marağa oldu 13. Marağa Rəsədxanası oldu 13. Deməli, biz gələcəyik birinci növbədə 2-dən 12-ci əsrdən, sonra Marağa Rəsədxanası da Hülakünin dövründə, gəlirik Qazan dövrünə Mahmudabad, ən sonda da 3, 2, 4, 1, 3. İlk Rus-Azərbaycan məktəbi 87, Qori müəllimlər seminariyası 76, Şuşada Qəza məktəbi 30, 2 il sonra da İrəvanda açılır 32-ci ildə. Tağıyevin Bakıda teatr binası 83 olacaq. Deməli cavabımız nədir burada? 3, 3, 2, 4, 1. 3, 2, 4, 1. Bir dəqiqə, Tağıyevin Bakıda teatr binası 83'dür. Ola bilsin ki, hansılarınsa yerini səhv yazmışam. O məncə düzdür. 3, 2. Bir dəqiqə bunu silim. Nəsə elə bildim səhv gedib. Şimali Azərbaycanda ilk Rus-Azərbaycan məktəbi Rus-Azərbaycan 87-ci ildə oldu. Qori müəllimlər seminariyası oldu 76. Şuşada Qəza məktəbi açıldı 1830. Tağıyevin Bakıda teatr binası 83 oldu. Deməli birinci gəlirik 3. Sonra Qori müəllimlər seminariyası 2, 4 və 1. 3, 2, 4, 1. Şimali Azərbaycanda milli mətbuatın əsasının qoyulması 75'dir. Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi deyirsə 79. Kəlxana olacaq 1663. Şərqi Rus qəzetinin nəşr olunması, bu da Şərqi Rus'da olacaq 1903-cü ildə. Deməli 3, 1, 2 və 4. Hansıların yerini dəyişdikdə düzgün xronoloji ardıcıllıq alınır. Tağıyevin Azərbaycanlı qızlar üçün ilk məktəb açdırması. Azərbaycanlı qızlar üçün ilk məktəb açılır 1901-ci ildə, yadınızda qalsın. Molla Nəsrəddin jurnalının nəşr olunmağa başlaması 1906'dır. Tağıyevin qız məktəbi eyni zamanda Rus müsəlman qız məktəbi də adlanır.
Molla Rəsədin 1906, Leyli Məcnun 1908 oldu. İstiqlal Muzeyinin açılması İstiqlal Muzeyi 1919-dur. Şimali Azərbaycanda ilk bədii film 1916-dır. Görək burada hansıların yeri dəyişməlidir. İstiqlalla filmin yeri dəyişsə, xronoloji ardıcıllıq düz olar. 4-5. Zaman oxunda Şimali Azərbaycan tarixinə aid hadisələrin xronoloji ardıcıllığı müəllimlərə çox düşür bu sual, xüsusən də sertifikasiya müəllimlərinə. İrəvanda Qəza Məktəbinin yaranması 1832, birinci növbədə illəri düzürük bura. Şuşada Qəza Məktəbi 1830, Tağıyev tərəfindən Qız Məktəbi 1901. Deməli, birinci növbədə gəlməlidir bizdə Şuşada Qəza Məktəbinin açılması. Şuşada Qəza Məktəbinin açılması. B gəlməlidir birinci B. A, C. B, A, C gəlməlidir. Şurada Qəza Məktəbinin açılması. İrəvanda Qəza, Tağıyevin Qız Məktəbi. 134. Uyğunluğu müəyyən edirik. Fəzullah Rəşidəddin, Həsən bəy Rumlu. Təbrizdəki Saray Kitabxanasına rəis təyin olunmuşdu. Bu Kəmaləddin Behzaddır. Şah 1. Abbasın tarixçisi olmuşdu. Şah 1. Abbasın, bunların heç bir Şah 1. Abbasın tarixçisi deyil. Şah 1. Təhmasibin tarixçisi Həsən bəy Rumludur. Yazın 1-2. 2 olacaq B variantı. B yox, C variantı. Təhmasibin tarixçisi olmuşdu Həsən bəy Rumlu. Hülaki dövlətində baş vəzir olub. Fəzullah Rəşidəddin baş vəzir olub. Şah İsmailin tarixçisi olmuşdu. Heç biri. 1D oldu, 2C. 1D, 2C. 135 Nəsrəddin Tusi İskəndər bəy Münşi. Təbrizdə bədii miniatür məktəbi yaratmışdı. Heç birinə aid deyil. Yazım. Hülaki hökmdar Abaqa xanın vəziri olmuşdu, Tusidir. Şah 1. Abbasın sarayında katib olmuşdu, Münşidir. Qazan xanın vəziri deyil bunların heç biri. Şah 1. İsmailin tarixçisi deyirlər. 1 olacaq B, 2 olacaq C variantı. 136 sonuncu sualımız. Erkin orta əsrlər Alban memarlıq abidələrinin yerləşdiyi əraziyə aid uyğunluq. Alban memarlıq abidələrinin yerləşdiyi ərazi 1 və 2-ni verib bizə. Deməli, 2 İsmailin ərazisidir. İsmailin ərazisində yerləşir Cavanşir qalası. 1 də olacaq Xocavəndin ərazisi. Bir Xocavəndin ərazisidir. Xocavəndin ərazisinə də burada gedəcək Amoras monastırı. Digərləri Çıraqqaladır, məsələn Şabrandadır. Şabran yoxdur burada. Torpaq qaladır, Qaxdadır, yoxdur burada. Oğlan qala. Oğlan qala Lerikdədir. Ağoğlan isə Laçında. 1Y oldu, 2A oldu.